Salamlar hər kəsə. Biz yenə də Founder Talks podkast seriyamızın yeni bir bölümü ilə birlikdəyik və bu dəfə çox özəl bir qonaqlarımızdan biri Yaqub bizimləndir. Keçən həftə də, bu həftə də, yəni sözün o yaxşı mənasında böyük bir səs saldı, qaldırdığı Roundland ekran çərpəsində bunu elan elədilər. Və biz özümüz çox şanslı hiss edirik ki, bu hekayənin çox əvvəlindən bir hissəsi olmağımıza Yaqub bizə belə deyək də o şansı verdi. Çünki adətən həmişə belə olur da, həmişə investora pitch eləmirlər. Bəzən investor da pitch eləyir. Çox yaxşı dealların içərisində olmaq istəyir. Buna görə də biz çox istəyərdik ki, hamı Yaqubu tanısın, onun bu həyat hekayəsini, bugünkü gündə gördüyü işləri, onun bugünkü gündə marketə, dünyaya baxışını görsün. Çox uzatmadan mən istəyirəm ki, bizim həmişəki adət olaraq birinci sualımıza başlayaq Yaqub. Yaqub kimdir? Necə oldu ki, Azərbaycandan Amerikaya bir səyahət oldu? Necə oldu ki, bu hekayə getdi? Mən istərdim ki, bundan danışaq, sənin öz backgroundundan, öz həyat hekayəndən və daha sonra irəliləyək. Buyur. Tamam, hoş gördük bu arada. Bu arada dediğin kimi birçok hallarda mənim öz fərdi ideyam bundan ibarətdir ki, əgər founder pitch eləyirsə, bu founder'ın ümumiyyətlə success olmağında çox böyük problem yaşayacaqdır. Ən azından fundraising məsələsində. Ən yaxşı gördüyüm founderlar, tanıdığım founderlar heç biri heç vaxt demirlər ki, pitch eləmirlər. Investorlar onlara gəlir, işləri ilə, nəticələri ilə. Gələk sualıma, deməli, mən 89-cu ildə Naxçıvanda doğmuşam. Atam fotoqrafidir, anam da fizika müəlliməsi. Balaca vaxtımdan çoxu mənə hələ də yadımdadır. Birinci sinif müəlliməm, Rəna müəllimə mənə deyirdi ki, balaca filosof. Səbəbi də o idi ki, kitab qurduğumda belə cəmaət bayırda oynayanda məni anam zorla qovurdu bayıra ki, sən də çıx bayıra. Mən kitablarla belə, atam yaxşı kitabxana qurmuşdu evin içərisində, onlarla oynayardım. Onlar mənim oyuncaqlarım olardı. Bunda vasitəsilə həm bir-iki dənə televiziya şeyləri var, verilişləri vardı. Onlara da çox həvəsim var idi. Onlar vasitəsilə həm türk dilini öyrəndim uşaqkən, həm də az-çox ingilis dilini. Sonra da Türk liseyinə qəbul oldum Naxçıvanda. Bir gün Türk liseyindən qayıdanda yolda gördüm ki, Məmnə Xatun məqbərəsi var Naxçıvanda. Onun ətrafında 2-3 dənə turist var. 3 nəfərdir, 2-3 nəfər deyildi, 3 nəfər tam olaraq. İngilis dilində bir-birinə soruşurlar ki, bu nədir? What's this? Why is it? Bu hardan gəlib? Nədir? Və o biri buna deyir ki, burada İngilis dilini bilən bir nəfər tapa bilməmişik ki, bizə başı salsın bu nədir? Çox belə şanslı olaraq da bir gün qabaqcadan mən İngilis dilində təzə söz öyrənmişdim. Tip verməkdir, bu bəxşiş vermək sözünü öyrənmişdim. Nəsə yaxınlaşdım, balaca uşağım, demək 7-ci sinifdə oxuyuram. Bir balaca özümdən yekə sumkam var özümdən. Yaxınlaşdım ki, if you need help, I can help you. Belə çox böyük təəccüblə mənə dönüb baxdılar ki, sən İngilis dilini bilirsən, hə? Bu sənin işindir, soruşur o biri məndən. Deyirəm, yox, amma o sözü öyrənmişəm axı, tip sözünü. Döndüm dedim ki, it's not my job, but if you like it, you can give me a tip. Bu demək mənim həyatımda ilk dəfə pulla tanış olduğum gün. Pulun nə demək oldu? Və həmin gün atamın qazandığından, aylıq qazancından 2 dəfə çox pul qazanmışdım. Bu da çox şirin şey olur əsasən. Belə bir dəfə dadına baxdın, ondan sonra yenə çox istəyirsən, ondan da çox istəyirsən və s. Həmin vaxtdan etibarən mən hər həftə sonu gedərdim bu Türk liseyi yataqxanalıda, orada qalırsan və s. 2 həftədən bir bayıra çıxmağa icazən olur, evə getməyə.
və ya oradasansa hansısa dükana gedib gələ bilərsən. Cəmaət dükana gedəndə mən gedirdim bu məqbərələrin yanına turist axtarmağa. Beləliklə də qısacası sahibkarlığa aşağı-yuxarı tanış oldum. Sonra da 2015-də Flex proqramı ilə ABŞ-a gəldim. ABŞ-da ticarətlə tanış oldum. Maliyyə bazarları ticarəti nəzərdə tuturam. Burada bir bankerin ailəsində qaldım. Onlardan ticarət etməyi öyrəndim. Və sonra da 16-da Azərbaycana qayıtdım. Ailəm Naxçıvanda idi. Naxçıvan Dövlət Universitetinə oxumağa getdim. Oxumaq adı dediyimdə həm oxuyurdum, həm işləyirdim. Gecələri də Yapan birjasında ticarət edirdim. Və qısacası sonradan dövlət proqramı vasitəsilə Hollandiyaya getdim. Amma bu indi sizə deyəcəyim şeylərin içərisində bir dənə bölüm var ki, bunu çox adam bilmir. Bizim ailəmizdə bir sağlamlıqla bağlı bir problem oldu. Məni bu çox sarsıdan bir nöqtə oldu ki, bu sağlamlıq pulla alınan bir şey deyil. Əslində pulla alınan bir şeydir sağlamlıq. Mən ona gələcəyim indi səbəbini də deyəcəyim. Bu müddətdə mən çox belə psixoloji olaraq sarsıldım və s. Və məsələ ona gətirdi ki, bir müddətlik universitetdən ayrıldım. Və bu müddətdə də özüm Target Signals adında bir dənə platforma qurdum. 90 gün içərisində bunu satdıq bu arada. Həyatımda elədiyim ilk exitim budur. Sonradan universitetə qayıtdım, universitetdən məzun oldum və s. Bu 2009-da elədiyimiz bu Target Signals eyni vaxtda da mənim machine learning, süni intellektlə bağlı olan ilk təcrübəm oldu. Həmin vaxtda Facebook ilk dəfə öz API-larını açmışdı və bizdə yaxın dostum var, Oleg. Onunla bir yerdə demək, bu API işlədib adamların risk tolerantlığı nədən ibarətdir? Onları tapıb və onları professional ticarətçilərə bağlayırdıq, traderlərə bağlayırdıq. Bu qayda oradan başlamaq sonra IronFX tərəfindən Headhunt'dan keçdim. Onların CBDO-su oldum. İl yarımdan sonra şirkəti qaldırdıq, dünyanın ikinci ən böyük brokerine çevirdik. Amma Forex birjasında bir çox problemləri gördüm, hansı ki mənə içimə sığmayan şeylərdir. Burada bəzi brokerlərin düz hərəkət eləməməkləri var idi və s. 2015-də onlardan ayrıldım və co-founderim Marina ilə bir yerdə Seven Markets'i qurduq. Marina bu arada hazırda mənim həyat yoldaşımdır. Sonradan zarafata bir çox halda deyirik ki, exitləri bölməmək üçün bir yerdə yarıya bölməmək istədim, amma yadımdan çıxdı ki, onun hamısını ümumi vermişəm ona. Qısacası Seven Markets'də eləmədiyimiz şey qalmadı. Burada mənim tezisim çox sadə idi. Private equity məntiqi ilə irəliləmək, amma fundraising eləmədən. Yəni öz yığdığım pulum varsa ondan bir şirkət almaq, onu qaldırıb ya exit eləmək, onun exiti ilə digərini və ya ondan çoxunu almaq və s. Məsələ elə gəldi ki, Seven Markets dünyada olan 3 ən böyük maliyyə bazarında olan media holdingindən birinə çevrildi. A to Z Forex olsun, A to Z Markets, iCoin Summit'i, iCoin Sentiment'i, ProTrader Challenge və s. Və 2020-də də biz Seven Markets'i ABŞ-a gətirmək qərarına gəldik. Fevralın 29-u mən ABŞ-a gəldim ki, güya burada South by Southwest tədbirində çıxış edəcəyəm. Məsələ də ona gəldi ki, xəbərimiz yoxdur. Covid dünyanı bağlayacaq. 3 gün, səhv eləmirəmsə 5-ci gün idi buradaydım. 5-ci gün tədbiri ləğv elədilər. 6-cı gün ölkəni ləğv elədilər. 7-ci gün dünyanı ləğv elədilər. Qısacası bu qayda və ABŞ-da ilişib qaldıq. Bir neçə ay sonra da Seven Markets private equity'lər tərəfindən alındı və yenə də sıfıra qayıtdıq. Yəni artıq səhər tezdən saat 5-də durub 18 saat işləməyə ehtiyac olmayan bir vaxta gəlirsən. Elə bu
Bu məsələdə bir müddət adam birinci sevincəli olursan. Fikirləş 6 il, 5 il işləyirsən, exit eləmirsən, pulun var, sevincəlisən, onu alım, bunu alım, bunu eləyim, onu eləyim. Həm də Covid vaxtıda onsuz heç yana çıxa bilmirsən. Amma çox qısa bir vaxtda adam depressiyaya düşür ki, mənim bu həyatda məqsədim nədən ibarətdir? Mən nə üçün gəlmişəm bu dünyaya? Elə işim onu eləmək idi, o qurtardı, indi mən nə edəcəyəm və s. Adam başa düşə bilmir. Çünki işçi olmaqla sahibkar olmağın arasında çox böyük fərq var. İşçi belə baxır ki, mən bu gün bu işləyəm, sabah o biri işləyəm. Amma sahibkar həyatını işinin üzərinə qoyur. Əgər ciddi bir adamdan söhbət gedirsə. Elə bu müddətdə də bir dənə kiçik problemim oldu. Review platformalarından biri mənim fevralın 14-ü 2021-də bir review'umu silmişdi. Onun nəticəsində də poliqraf yarandı. Poliqrafın kökündə o depressiya durur bu arada. Ona da istəyirsiniz birazdan danışarıq. Əslində hə, yəni bu çox maraqlıdır ki, bu ümumiyyətlə belə bir pattern var da, biz baxırıq ki, müəyyən bir yaşdan sonra da oradan da belə deyək də solid bir nəticələr əldə edən insanların o içindəki eşq çox uşaq vaxtından yaranır və onu alovlaya gətirib bir yerə çıxardırlar və həmişə də o down hissəsi olur. Yəni ancaq bu qrafik belə getmir də. Hamıda o müəyyən existential crisis deyilən o həyatı sorğulamaq. Bizim dövrümüzdə bu ən çox Covid-ə təsadüf elədi. Amma həmişə də belə olur da, böyük krizlər olur, hər 10 ildən bir təkrarlanan şeylərdir. Və hər zaman da bunlar ya çox Samir, krizdən savayı məncə bütün ətrafımdakılara mənim ən çox dediyim belə bir hekayəm var. Siz onu da sizin izləyicilərlə paylaşın. Mən həyatı okeana bənzədirəm. Okeandır və hər bir insan bir dənə topdur. Bu okean üzərində üzür. Və bu fikirləşin, biz də deyirik ki, o top olaraq mən sıçramaq istəyirəm göyə. Bu topun göyə sıçraması üçün birinci bu top suyun dibinə necəsə getməlidir. Həyatda budur ki, əsasən bəzən ailə ilə olsun, bəzən sağlamlıqla, bəzən maliyyə ilə, necəsə biz batırıq bu şeyin içərisində. Və başa düşmürük ki, ayağımızdan dartan bir dənə daş var. O ayağımıza bağlanıbdır. Bu da mənfiliklərə bağlantımız olur. Bu nə üçün mənə olur və s. O zaman ki, biz bu daşın ipini kəsə bilirik, həmin vaxtı biz uçub gedirik. Bu topun göyə qalxmağının yeganə yolu odur ki, ayağından dartan və ya dibə dəyir, dibdən sonra ya həyat dayanmalıdır, ya da başqa bir yolunu tapmalısın. Onda aha moment gəlir. Kəsən kimi onsuz top uçur gelir göylərə. Biz həyat ondan ibarətdir. Bir çox halda da çox təəssüf ki, onu görə bilmirik biz. Elədir. Yəni içində olanda görə bilmirsən, amma müəyyən bir yerə gedəndən sonra arxaya baxanda hamısını çox belə təmiz şəkildə görə bilirsən ki, nə idi və necə idi. Elə sən dediyin kimi, yəni bu pandemiyadan sonra müəyyən bir 1-2 ildən sonra həm o review hissələrindən biraz internetdə fake məlumatlar çox böyükdür, çox yəni də dezinformasiya, misinformasiya və s. Bu çox böyük bir vüsət alıb getmişdi. AI isə bunu steroidli bir şəkildə daha da böyütdü və həmişə istənilən bir fürsət ortaya çıxanda iki cür adam olur. Yəni o gold rush'ın gedənlər, hamı qızıl dalınca gedirsə qazmağa, mən də gedirəm bir dənə AI düzəldəcəm, mən də hansısa bir LLM eləyəcəm, SLM eləyəcəm və s. Amma bəzi insanlar da qıraqdan qalıb baxırlar və deyirlər ki, okey, bu gedir. Amma bu nə kimi fəsadlar törədə bilər? Biz bunun necə qarşısını ala bilərik? Necə eləyə bilərik ki, biz bu fürsəti həm bir dəyər yaradaq, həm də monetizasiya edək də, yəni sırf kommersiya uğruna buna getməyək. Elə səndə də o formada bu baş verdi ki, siz də yəqin ki, onu gördünüz ki, bu necə böyük bir fəsadlar yarada bilər ki, bugünkü gündə biz bunu görürük. Həm səsli, həm görüntülü, həm yazılı şəkildə çox böyük bir bugünkü gündə fake məlumatlar baş alıb gediblər.
Bu beləmi başladı, yoxsa çox sadə bir şeylə mi başladı və siz buna evolve elədiniz, necə deyirlər? Mən Məmməd Kərimlə olan birinci görüşüm var idi. Sizin hələ Qafqaz Ventures qurulmamışdı, belə ona hazırlıq gedirdi. Buna oxşar bir mövzuda danışırdıq. Mən ona dedim ki, vaxt gələcək və bu vaxtda maksimum 5-6 il bundan sonra olacaq. 2022-nin söhbətidir bu danışıqda. Maksimum 5 ildən sonra reallıqla sürreallığın fərqini görmək çox çətin olacaq. Və bunu hiss eləməyin də əhəmiyyəti də o qədər olmayacaq bizim. O nöqtəyə biz hələ çatmamışıq. 2 ilin tamam olmağına, 5 ilin tamam olmağına hələ 2 ilimizdə qalıbdır. Məncə ondan biraz da yaxın olacaq. Gəlin istəyirsiniz, mən poliqrafda bizim eləmək istədiyimizi deyim sizə və tamaşaçılarımıza. Bunun da üstünə əlavədən danışığımız eləyək. Biz poliqrafı qurmamışdan qabaq birinci problemimiz data idi. Yəni, data çox bahalı olur. Məlumatı yığmaq çox bahalı olur. Bunu yığmağın bir yeganə yolu belə fikirləşdim ki, çünki məndə exit eləsəm də və s. eləsəm də 100 milyon dollarım yoxdur ki, bu datanı alım, onun üstünə nəsə edeyim. Birinci addımımız reviewlardan ona görə başladı ki, dünyanın ən çətin datası reviewlardır, xaosu qısacası. İnsan ya çox həddən artıq sevincərək olanda review yazır, ya da ki, dünyaya nifrət edəndə, məhsula nifrət edəndə review yazır. Ortada olan yazanların əksəriyyəti fake-dilər və ya ödənişli olan reviewçulardılar. Yəni, iki haldan başqası olmur. Ona görə mən özüm review'unu oxuyanda birbaşa seçirəm, ən pisini 1 ulduzlara baxıram, 5 ulduzlara baxmıram heç. Ondan ən pis məsələləri görmək olur. Qısacası biz birinci elədiyimiz bu oldu ki, biz review'ları doğru və ya yalan olan review'ları tapmaq adı ilə yox da, həqiqətən bunun üçün bir dənə kiçik Python script yazdıq. Bunun vasitəsilə bir neçə milyonluq fake review'unu tapdıq Amazonda, Walmart'da, Best Buy'da və s. Və bunların bir çoxunu da whistleblower olaraq regulatorlara da göndərdik, FTC-yə və s. Əlimizdə data olduqdan sonra ikinci məsələ gəldi bunun məhsula çevrilməsində. Çünki fake review'unu demək birdir, ona məhsul demək ikidir. Yəni, asan olmur o qədər də. Mən özümü ya belə deyək də fake deyib onu tapanı şikayət etmək olaraq eləməliydim, ya da başqa bir şey. 2018-dən də bizim əvvəlki şirkətimiz OpenAI ilə də partnerdirlər. Bunu heç bir çox adam AI-ın nə demək olduğunu düzgün başa düşmədiyi vaxtlardılar bunlar. Demək, həmin müddətdə mənim ən çox problem yaşadığım o idi ki, insanlar bu AI adı altında OpenAI-ya o qədər məxfi məlumatlar verirlər. Mən bunu eləyirəm, onu eləyirəm. ChatGPT deyil bu arada. Hələ ChatGPT vaxtı deyil var. Yəni, bu məxfi məlumatlarda LLM-lərin necə işlədiyini görəndə adam başa düşür ki, bunlar artıq sən həyatını vermirsən bu məhsullara. Sən dəyişə bilənsən artıq. Dəyişə bilməyən bir dənə bu modeldir. Fundamental olan modeldir. Ona görə iki dənə problem gördük. Biz bir reallıqla qeyri-reallığın fərqi, iki datanın qorunması problemi. Və bunu da eləmək üçün əlimizdə bir neçə fürsət vardı. Təbii ki, LLM-lərdən istifadə edə bilərdik, nəyəsə wrapper ola bilərdik və s. Amma bizim məqsədimiz ümumiyyətlə indinin özü də mənim məqsədim Samirə bu məhsulu vermək deyil. Mənim məqsədim kritikal olan bizneslər olsun, operationlar, critical operation. Bunlara aiddir bank sistemi, maliyyə sistemi, qısacası səhiyyə sistemi, sığorta sistemi və ən əsası müdafiə sistemi. Bu müdafiə sisteminin içərisinə energetika da aiddir, su məsələləri də aiddir və s. Bunları biz deyirik critical operationlar. Hansılar ki, səhv eləsələr ya
kimsə həyatını itirir belə şeylərin nəticəsində və ya nələrsə yoxa çıxır. Maliyyə bazarlarını nəzərdə tuturuq. Buna görə də bu LLM-lərdən belə deyək də xərçəng xəstəliyini həll eləmək üçün adama əlavədən demirlər ki, sizə necə deyirlər, sümük xərçəngi var, gəlin qan xərçəngi də köçürdək. Sizə bəlkə 2 mənfi, 1 müsbət eləyər. Mən LLM-lərin bu mənfiliklərini xərçəngə bənzədirəm. Onların içərisində tümorlar vardılar. Amma bu tümorları qaydasına qoymaq üçün başqa bir əlavə fərqlilikdən istifadə etmək lazımdır. Ona görə də bizim yanaşma tərzimiz SLM-lər üzərinə qurulur. SLM Small Language Model, kiçik dil modelləri deməkdir. Hansılar ki, çox sadədirlər. Misal deyək, sadədirlər dediyim həcm olaraq sadədirlər. Struktur qurulumu LLM-lərdən bir çox hallarda daha da qəlizdir. Ən azından bizim elədiyimiz. Demək, poliqrafda misal üçün məxfiyyət üçün olan modelimiz var. Secret Marker adında. Bu modelin həcmi 2 cürdür. Bir 60 megabaytlıq var, bir də 160 megabaytlıq var. Və hər ikisi 8 gigabaytlıq RAM və 1.3 GHz CPU üzərinə işləyir. Və eyni vaxtda da ağlınıza gələn bütün regex üzərinə olan məxfi məlumatların tapılması üçün istifadə olunan modellərin hər birindən ən pis halda 10% ətrafında daha yaxşı nəticə verir. Microsoft'un misal deyək, Purview-sunu götürsək, hansı ki dövlət orqanları ABŞ-da işlədirən çox onu, onlardan biz 17-60-70% daha yaxşı nəticə veririk. Poliqrafın 160 megabitliyi və onların megabaytlığı və onların 5-15 gigabaytlıq olan modeli. Fərqə fikir verin. Bizdə istifadə olunan sadəcə RAM və CPU-dur. Onlarda böyük GPU-lardan istifadə olunur. Və bu cür də SLM-lərə fokuslanaraq biz özümüzə sanki contrarian olduq. Yəni trendə qarşı gedən, normal trendi izləyən deyil də, trenddə olan fərqlilikləri görüb dalğaya qarşı üzən bir qrup yarandı və nəticədə də özümüz üçün sanki təzə bir növ biznes sahəsi yaratmış olduq. Tək özümüz üçün deyil, bunun arxasında bu problemləri, ingilis dilində belə bir söz var, tərcümə edəsək, ağrı kəsicisən, yoxsa vitaminsən. Ağrı kəsici belə bir problemin var, başın ağrıyır, nə desən eləyərsən. Ona görə həmin dəqiqədə mütləq bu həll olunmalıdır. Vitamin amma deyək, ortada sağlamlığında bəlkə nəsə ola bilər, olmaya bilər. Görürsən ki, 100 manatlıq ən gözəl vitamin var. Ona ehtiyacın olmadığın müddətdə məcbur olub gedib o 100 manatı verməyəcəksən. Biz özümüz üçün ağrı kəsici olan bir sahə yaratdıq ki, özümüzün ağrı kəsici olduğumuz, daha doğrusu bir sahə yaratdıq ki, bunlar üçün banklar da bizlə razıdırlar, sığorta şirkətləri də, dövlət orqanları da, Müdafiə Nazirliyi də və s. Və bu cürdə artıq komanda da strukturlaşıbdır. Komandada ya white hat hackerlarımız var, ya PhD-lərimiz var ki, bu elədiyimiz sahədə ən yaxşılardılar qısacası. Və düzgün işi elədikdən sonra həm müştəri də gəlir, düz müştəriyə məhsulu qur, müştəri özü gələcək, təcrübəsi məncə düzgün deyil. Məhsulu müştərinin ehtiyacına uyğun qurmaq lazımdır ki, müştəriyə gedə biləsən. Eyni vaxtda da investorlar. İnvestorlar üçün bu rounddakı misal üçün bizim investorlarımızdan ən əsaslarından biri lead investorımız Allegis Capital'dır. Hansı ki, ildə bəlkə 2 mütləq ən yuxarıda 3 sənə kiber təhlükəsizliyi, cyber security sahəsinə investisiya edirlər və investisiya elədiklərinin fail olanı mən hələ ki qabağıma çıxmayıbdır. Yəni bunlar ən axırına qədər, ən dibinə qədər gedirlər. Bu da özünü yenə də bizdə göstərir ki, ən azından hazırki nöqtəmizdə
biz yaxşı yolda irəliləyirik. Yəni bu sadəcə mənim öz convictionum, öz inamım deyil də, ətrafımızdakı illərdir kiber təhlükəsizliklə məşğul olanlar da buna razılaşırlar. Bu arada Azərbaycan dilində ən çox danışdığım son 20 dəqiqədir bu. Axırıncı dəfə bu qədər Azərbaycan dilində danışdım. Yadıma gəlmir. Biz əslində əvvəllər belə bir ingilis dilində başlatdıq ki, bəlkə regional olsun da, təkcə lokal olmasın. Sonuncu dəfə biz Vüsal'la danışdıq, IOMET-i gördük ki, daha çox izlənmə var, daha çox maraq var. Biz də fikirləşdik ki, yəni bu kişilər, founderlar bizim öz torpağımızın, bizim öz ölkəmizin founderlarıdır da. Əgər belə bir imkan varsa, niyə də yox? Sağ ol ki, Yaqub, yəni sən də bizi başa düşdün. Amma ki, yəni sıxıntı yoxdur, hər şey Vüsalın yaxşıdır. özü də IOMET ilə böyük işlər görür, misal üçün. Vüsal gildə də gözəl işlər var. Təkcə poliqraf deyil, bizim çox gözəl mühəndislərimiz, injinerlərimiz var. Və Elədir. Yəni bu da bizi sevindirir ki, fondun da yəni tezisini sübut eləyir ki, bu regionda təkcə bizim ölkə yox, yəni bizim ölkədə əlbəttə ki, içində olmaqla Amerika səviyyəsində, yəni böyük bir işlər görə biləcək bir potensial var və sağ olsun ki, sizin kimi də təsisçilər yəni bunu sübut eləyirlər. Amma burada sual məndə nədədir ki, AI plus da ki, belə çətin bir, balaca bir niş, talant burada çox çətin tapılır. Niyə görə? Çünki Scale AI gəlir, yaxud da ki, OpenAI gəlir, Meta gəlir, elə bir astronomik salary deyir ki, hamı gedir ora. Talanta pitch, yəni investora pitch elədiyin, müştəriyə pitch elədiyin qədər eyni şəkildə də talanta da məcbur olub pitch eləyirsən. Bu kifayət qədər kapital intensiv olur, kifayət qədər o vizyona inandırma məsələsi olur. Yəni mən istəyərdim ki, biz biraz o hissədən danışaq ki, necə oldu ki, yəni bu həm kapital intensiv, həm də ki talant intensiv bir proqramı siz ərsəyə gətirməyə nail oldunuz, belə deyək də, biraz belə generik versək bu sualı. Cavabım bəlkə belə olar ki, talantdan savayı talant ola bilər, amma bu olan talant sənin misyonunla, sənin öhdəliyinlə üst-üstə düşmürsə, buna talant deyilmir. Bu lazımsız talant. Bizim komandamızda ən əsas nöqtə odur ki, hamı elədiyimiz işə həddən artıq çox inanır. Mən öz komandamda ən çox minnətdar olduğum bu nöqtədir ki, bir çox hallarda misal üçün bizim product manager var, Anar Bayramov, onunla danışırıq. Anarla danışanda heç sözü axıra qədər gətirib çatdırmıram. Bilirəm ki, bir də görürəm istədiyim şeyin nümunəsini verir ki, bu haqqda danışırıq, yoxsa yox. Bir çox hallarda olur və ya bizim digər AI rəhbərliklərdən var, Toğrul Tahirov var, Elcan var və s. Bu mövzular çox əhəmiyyətlidir ki, bu hər şey CEO-dan asılı olmalı deyil. CEO-nun işi satmaqdan ibarət olmalıdır. Ya investora satırsan, ya müştəriyə satırsan, ya partnerə satırsan, bundan ibarət olmalıdır ki, arxalı çönəndə bu filan şeyi eləməzmi, eləyərmi sualını verməyəsən. Bizim komandada da elədiyimiz məncə inamlı, ən yaxşı nöqtəmiz ondan ibarətdir. Komanda uşaqları, komanda üzvlərinin hər biri bir-birinə inanır və arxalanır. Və bu inamlı arxalanmalı olan mövzularda da, misal üçün deyək, mən Samirə inanıram, Samir gəlir, poliqrafda işini görür. Samirin özünün də yaxın dostları var, tanışları var. Bu cür Samir özünə yaxın bildiyi bir adamı gətirir. Təbii ki, burada gətirən adamın özü ilə də intervyu edirik, hansında ki, Samir iştirak edəmir. Ən yaxşılarını bu qədər seçirik. Yəni, komanda sanki illərdir bir yerdə işləyiblər. Hamımızda orta yaşımız da bu arada 25 yaşdır. Komandanın orta yaşı 25 yaş. Yəni ki, Toğrul'la da Anar'la da biz keçən il Redwood'da bir görüşmək, söhbət eləmək fürsətimiz də olmuşdu. Yəni kifayət qədər şəkildə də biz görürük ki, komanda üzvləri hamısı, yəni kifayət qədər çox cavandılar. Bəs
sualı biraz da bu tərəfdən aparsaq ki, bugünkü gündə enterprise-ların, həm hökumət təşkilatlarının, həm böyük bizneslərin kifayət qədər resursları var ki, bu kimi xidmətlərdən istifadə edib hansı məlumatın fake, düz, yaxud da ki, internetdə olan o əksini tapsınlar, belə deyək də, onların həm willingness to pay var, həm də ki, bir resurs var. Bəs bu nə vaxt bizim kimi sadə userlara da accessible olacaq ki, və biz də bütün günü həm sosial şəbəkədə, həm ümumiyyətlə internetdə o qədər məlumatla rastlaşırıq ki, böyük hissəsi fake-dir, yaxud da ki, həqiqəti düzgün əks etdirmir. Bunun o evolutionunu necə görürsən? Yəni ümumiyyətlə poliqraf miqyasında və böyük miqyasda. Böyük miqyasa gəlin toxunmayalım. Məncə bizim fokus elədiyimiz mənim özümün prioritetimdir poliqraf olaraq. Poliqrafda bu dəqiqə üstündə işlədiyimiz bir çox bölümlərdən biri odur ki, bu modelləri biraz da kiçiltmək. Çünki belə deyək, siz əlinizdə hər hansısa bir telefon var, tutaq ya Samsung olsun, ya Apple olsun və s. Bunların ortalama RAM-ləri 8 olacaqdır, gigabayt. CPU-ları da bir ətrafındadır. Biz əgər gəlib hazırki olan poliqraf modeli həmin o telefonda işləyə bilir. Amma bu telefonun çox həddən artıq zəif olmağına gətirib çıxaracaq. Donma olacaq və s. Biz bu modelləri biraz da kiçiltməliyik. Quantize olmalıdırlar və s. Bunun üstündə də bir çox işlərimiz gedir. LLM vasitəsilə də eləyə bilərik. Hansısa internet connectivity ola bilər və s. Buna da gətirib çıxara bilərik. Amma o məsələ bizim üçün o qədər də aktual bir məsələ deyil. Ən azından mənim üçün o. Çünki misal deyək ki, mən Samiri hackləmək istəyirəmsə, Samirin telefonunu nəsə eləmək istəyirəm, yolunu tapıb onun bu connectivity-sini dayandıra bilərəm. Ondan sonra onu zəng vurub onu inandıra bilərəm və s. Hansı ki, bu çox tez-tez baş verən bir nöqtələrdən biridir. Məncə gələcəkdə bunun hamıya aid ola bilməsi üçün birinci məsələ həm bu telefonların və s.'in əsas telefona toxunuram. Çünki bu dəqiqə ən böyük skamlərin əksəriyyəti Azərbaycanda da daxil olmaqla telefon vasitəsilə olur. Zəng gəlir, nə bilim, ay ana mənə pul lazımdır və ya e-mail gəlir, telefondan əksər adam açır oxuyur. Bunları son edge nöqtəsində istifadəçiyə çatan nöqtədə tapıb və həll eləmək lazımdır. Amma bundan yaxşı qabaq Samir, sən əgər fake-lə və s.lə mübarizə aparırsansa, bu deməkdir ki, sən məxfi məlumatları harasa ötürürsən. Bu ola bilsin sosial mediada olsun və s. Bizim ona görə birinci nöqtəmiz bu məxfi məlumatları qorumaqdan ibarətdir ki, sən tutaq hardasa Samirin Samir olduğunu heç kəs bilmirsə, Samir olur username 861. Bu username 861 digər platformada gəlir olur Samir username 1.600.000. Bunlar bir-birlərini Samiri tapa bilməyəndə artıq bu hack məsələləri dağılır gedir. Bu da çox, hətta enkripsiyadan çox daha önəmli bir nöqtəyə gətirir çıxarır bizi. Çünki enkripsiyalar olsun, passwordlar olsun və s. Quant computing nə qədər qabağa getsə, bu enkripsiyaların hər birinin əhəmiyyəti o qədər aşağıya gedir. Bir dənə yeganə yol anonimliyi gətirə bilməkdir və anonimliyi də user'a verə bilməkdir. Misal üçün, gəlin siz sadəcə bir nöqtədən toxunaq, ChatGPT. ChatGPT-ni özünüz istifadə edin. Sabah başqa bir dənə mövzu yazanda artıq sizin personalınıza uyğun olaraq sizə məsləhət verməyə başlayacaq. Çünki sizin haqqınızda kifayət qədər məxfi məlumatları yığıb, düzdür? Və digər tərəfdən də bizim verdiyimiz security layer-dən istifadə edərək eyni məhsulu istifadə edin. Bu artıq sizə o məxfi məlumatları əldə edə bilmədiyi üçün bir çox şey üçün əlavədən suallar verəcək sizə. Bunları eyni nəticəni alacaqsınız. Amma məxfiliyiniz qorunduğu üçün və bunu sizin öz istəklərinizə, öz razılığınıza uyğun olduğu üçün
bunlara əli çata bilməyəcək. Sabah da bunun vasitəsilə sizə skam eləmək olsun və ya pulunuzu oğurlamaq istəyən olsun, hesabınızı ələ keçirmək istəyən olsun. Bunlara bu cür məlumatlara əlləri çatmadığı üçün bunlar daha da çətinləşəcək. Bizim tezisimiz də bundan ibarətdir onsuz. Birinci məxfiliyi qoru, ondan sonra gələn problemləri üzə çıxart. Məxfili olandan sonra digər şeylər daha da çətinləşir pis adamlar üçün. Elədir. Əslində yəni oyunun hər iki Bilmirəm tərəfi bunu də gözləyirdiniz yoxsa yox. yox, bu çox maraqlıdır. Çünki sən belə olanda bunu eşidəndə sən fikirləşirsən ki, oyunun hər iki tərəfi də özünə görə evolve eləyir. Security tərəfi də böyüyür. Amma reallığa oxşamaq hissəsi, ayrıla bilməmə, seçilə bilməmə. Əlbəttə ki, yəni back tərəfdən müəyyən bir yəqin ki, bir pattern var. Amma insanlar üçün hətta bunun awareness-ı, yəni hamı bu dəqiqə işlədiyi şirkətdə bütün məlumatlarını atır ChatGPT-yə, deyir ki, ya götür bunu kod elə. Şirkətin bütün databazasını atdı bir dənə LLM-ə. Və yəni bütün bu məlumatlar Çox ümid getdi. edirəm Yəni ki, bunu sizin komanda eləmirlər. bizdə ancaq ChatGPT sağ olsun bizə çox belə xırda nüanslarda müəyyən bir balaca tekstlərin yazılmasına kömək edir, amma ki, onlar hamısı public məlumatlar olur əlbəttə ki. Daxili məlumatları bir mənalı şəkildə, məsəl üçün biz bilirik ki, biz bunu bölüşə bilmərik və bunu ümumiyyətlə etmirik, amma yenə də biz görürük ki, belə bir tendensiya var. Bu da hamısı əlbəttə ki, hər halda zamanla olacaq bir şeylər. Gərək biz Qafqaz Ventures-ə də poliqraf verək, bu məlumatları ciddi şəkildə sızmasının qabağını alaq. Çünki bəli, hər bir şirkət üçün, hər bir insan üçün çox böyük sensitiv məlumatlar var, həssas məlumatlar var. Bugünkü gündə də məlumat ən böyük resursdur, ən böyük belə deyək, leverage-dir başqası üçün və s. Mən istəyirəm ki, son 2-3 sualla biz yekunlaşdıraq. Əlbəttə ki, son suallar həmişə bu formada olur ki, biz bugünkü günə kimi poliqrafın bütün inkişafını görmüşük, bütün bu mübarizəsini görürük. Bundan sonraki etaplarda, xüsusilə də bu yeni qaldırılmış bu investisiya ilə birlikdə olan vizyon nədir? Və ümumi makroda biz buna baxsaq, böyük bir bu gold rush'ın içindəyik, Nasdaqlar all time high-da və s. yəni ki, OpenAI-lar 15 milyard dollar revenue ilə 1,5 trilyonluq vədlər verir. Yəni çox böyük bir ambiguity-nin, çox böyük bir qarşılığın içindəyik, böyük bir səs-küy var. Siz özünüzü burada harda görürsüz və dünya olaraq necə görürsüz ki, bu market gedəcək? Bizim əsas məqsədimiz hazırda bu AI security dedikdə ağlımıza gələn, necə ki, indi search engine deyəndə ağla gələn ilk Google olur. Nə bilim, sosial media dedikdə professional deyiriksə LinkedIn ağla gəlir. Video dedikdə ya YouTube ya TikTok ağla gəlir və s. Bizim məqsədimiz də hazırda protokollaşdırmaq dediyimiz işləri və poliqraf olaraq oturuşmalıdır. Biz artıq bir neçə dənə acquisition offer da almışıq. Bunların hər birinə yox demişik. Hazırda işlədiyimiz exit məsələsi yoxdur. Bu olmayacaq mənasına da gəlmir. Çox böyük ehtimal yaxın gələcəkdə nələrsə olacaqdır. Amma bizim ən əsas məqsədimiz odur ki, və ya suallarınız vardı. Mənim ən əsas məqsədimdən biri odur ki, bu məhsulları daha da kiçiltmək və telefon istehsalçılarına, kompüter istehsalçılarına həmin o edge device-ların daxilində verə bilməkdir. Üzümüzə gələn bir il içərisində də ən çox bu bölümlər üzərində işləyəcəyik. İzləyicilərə də əsas demək istədiyim nöqtələrdən biri odur ki, bizdə hazırda bir çox back-end pozisiyası var. Bunlar web saytımızda yoxdular. Əgər Python təcrübəniz vardısa və edge operation olaraq software yazmaq təcrübəniz vardısa, hər hansısa cyber security mövzusunda işləmişsə, pozisiya olmasa belə müraciət edin. Bu ən yaxşı komanda üzvlərini onsuz biz ABŞ-dakı ofisimizə gətiririk.
hansılar ki IP üzərində işləyirlər. Bu arada biz ayrı seçkilik məsələsi deyil, IP üzərində biz dövlət qurumları ilə və s. işlədiyimiz üçün IP məsələsi ABŞ-da olmalıdır. Amma biz təzəlikcə Azərbaycanda da şirkət qeydiyyatdan keçirmişik. Çox təəssüf ki, Milli Bank Azərbaycan yeganə ölkədir ki, öz pasportunu qəbul eləmir. Verifikasiya olaraq məndən şəxsiyyət vəsiqəsi istəyirlər hələ də. Bank hesabımı təsdiq eləyə bilməyimiz üçün. Buradan da Milli Banka səslənirəm, deyirəm ki, kömək eləyin, bu pasportla bir dənə o bank hesabını açaq. Azərbaycanda da biz rəsmi işçi götürək. Bu rəsmi olaraq kontraktçılarla deyil də, bütün işçilərimizin orada olan hamısı müəyyən üzərində işləyirlər. Müəyyən deyil də, mən bunların hər birinə işçi statusu vermək istəyirəm və kiçik köməyə orada ehtiyacımız ola bilər. Sizin vasitənizdən də onlara da səslənirəm. Elədir, hə, bəzi bizdə bu bürokratik əngəllər var. Təəssüflər olsun ki, business friendly olmayan. Amma ki, əlbəttə ki, yəni bu da öz miqyasında inkişaf edir hardasa. Biz də çalışırıq ki, əlimizdən gələn köməyi verək. Çünki poliqraf bu gün buna başlamayıb. Poliqrafla yanaşı IOMETE, digər bizim portfolio şirkətlər var ki, Magic Board. Xaricdə işləməklərinə baxmayaraq, oradan satış etməklərinə baxmayaraq, Azərbaycanda da kifayət qədər böyük bir komanda saxlayırlar. Yəni toplam rəqəm 35-40-a yaxınlaşır və hər birinin ödənilən maaşı bu əlbəttə ki, birbaşa olaraq dövlət üçün böyük bir xeyirdir də. Biz keçən dəfə o fonda baxdıq, bu əmək haqqları biz hesablayırdıq. Yəni çox belə deyək də böyük rəqəmlərdir. Ümid edirəm ki, bunlar yaxşı olacaq və çox sağ ol ki, belə bir open ticket açdın bizim izləyənlərə ki, onlar da əgər özlərinə güvənirlərsə, bu hekayənin bir hissəsi ola bilərlər. Yaqub, çox gözəldir, yəni ki, mənə elə gəlir ki, baş ağrısı olmasa sənə mən səhərə kimi danışaram səndən. Çünki çox maraqlı insightlar, məlumatlar var. Amma əlbəttə ki, hər gözəl şeyin olduğu kimi bunun da bir sonu var. İstərdim ki, çox qısa, yəni bu dəqiqə sənə baxan elə insanlar var ki, onlar bəlkə də özlərində o cəsarəti tapa bilmirlər və o danışdığımız ups and downslardan keçirlər və s. Və bəlkə də baxıb nəsə böyük bir inspiration götürə bilərlər də. Əlbəttə ki, yəni motivation bu gəldi gedər bir şeydir. Əsas o vizyon məsələsidir. Ona görə istəyərdim ki, sənin gözündən necə görürsən, bunu bizə deyərdin, yəni bir neçə cümlə ilə ki, nə etmək olar, nə etməlidirlər, necə ola bilərlər ki, böyük mənalı bir işlər görə bilərlər. Samir, hər insanın özünün həyatda məncə getməli olduğu bir yol var. Mən bir texnologiyaçı olsam da və s. olsam da inanclı biriyəm və belə bir şey deyə bilərəm ki, alnımıza yazılan bir yol var ki, mütləq olaraq o yoldan getməliyik. Amma bəzən dindar olsalar da, nə bilim, ateist olsalar da və s. bəzən belə deyə də şeytan buradan gəlir ki, sən onu eləyə bilmərsən. O şeytanı durdurmaq lazımdır. Çünki sən yaranmısansa bu dünyaya sadəcə yeyib, içim, yatım olaraq gəlməmisən. Bu dünyada sən daha böyük şeylər edə bilərsən və eləyəcəksən də. Keçən dəfə bir dənə intervyuda mən demişdim ki, əgər Naxçıvandan çıxıb biz bu elədiklərimizi eləyə biliriksə, hazırki nəsildə heç bir problem olmamalıdır. Bunu bir çoxu mənfi olaraq başa düşür. Bunu tam səmimiyyətlə deyirəm ki, bunun əgər bizim vaxtımızda nə kompüterimiz vardı, nə bir şeyimiz vardı, 2015-ə qədər mən kompüteri necə istifadə olunur heç bilmirdim. Və indiki mən öz oğluma baxsam, öz oğlum code writing-lə məşğuldur, nə bilim, chess-lə məşğuldur, şahmatla və s. Əlində bütün fürsətləri var. Sizlərin də əlinizdə fürsətiniz var. Bir dənə amma ən əsas nöqtə odur ki, İstəməsən almayacaqsan. Bu ən önəmli nöqtədir. İstəməsən almayacaqsanın mənası nədir? Misal üçün, iş axtarırsan. Bizim komandada olan internlərimiz var hazırda. Bunların bizdə internə keçmələrinin ən əsas səbəbi odur ki,
adamlar dayanmadan bizim arxamızda gəlirlər. Filan şey də eləyə bilərəm. Yeriniz var filan şey üçün. Yox deyirik, başqa bir şey tapır. Onu ya bug tapır hardasa, nəsə tapır ki, gəlir bizim arxamıza. Və özləriniz işin içərisinə salırlar. İstəsə də, istəməsə də. Bir də ayılırıq ki, bu community olubdur daxili komandanın bir hissəsi. Nəyisə eləmək istəyirsinizsə, sadəcə olaraq mənə gələcəklə deyil də, özünüz üçün bunu tapmaq lazımdır. Özünüz üçün bunu irəli salmaq lazımdır. Hətta exit eləmək istəyirsiniz, nəyisə satmaq istəyirsiniz. Alıcı gəlib sizi tapmayacaq. Bu alıcılara özünüzün orada olduğunuzu göstərə bilmək lazımdır ki, siz buradasınız. Investorlar da bu qayda işləyir, private equity'lər də bu qayda işləyir, hətta talant da bu qayda işləyir. Mən oturum burada özüm səsimizi çıxartmıram, mən poliqrafla məşğulam deyim. Müştəri də gələcək, talant da gələcək, investisiya da gələcək. Bu cür şeylər mümkünatsızdırlar. Ona görə bir balaca səs çıxartmaq lazımdır və istədiyimizin arxasınca güclə getmək lazımdır. Elədir. Yəni kifayət qədər yerində və belə deyək də konkret olan bir məqamlardır bunlar. Yəni insanlar sizə baxdıqca yəqin ki, bunun mümkün olduğunu, nağıl olmadığını, sadəcə LinkedIn-də olan bir xəbər olmadığını görə bilirlər. Mən çox təşəkkür etmək istəyirəm Yaqub sənə. Çox sağ ol vaxta görə, insightlara görə. Çünki kifayət qədər belə deyək də axıcıl bir mənə elə gəlir ki, görüş oldu və inanıram ki, insanlar buna baxmaqdan həzz alacaqlar. Bunlar üçün çox maraqlı olacaq. Və Yaqubun da dediyi kimi, əgər siz özünüzə güvənirsinizsə, öz software bacarıqlarınıza və kiber təhlükəsizliyi üzərində belə deyək də bir cığır açan bir şirkətin bir hissəsi olmaq istəyirsinizsə, Yaqubun dediyi kimi müraciət edə bilərsiniz. Yaxud da ki, əgər işiniz varsa, onu başlamaq istəyirsinizsə, sadəcə inanmaq lazımdır. Yəni bu məlum məsələdir ki, heç vaxt birinci dəfədən alınmır. Alınsa belə, yəni son nöqtə o olmaya bilər. Çox sağ ol Bəlkə Yaqub. bir dənə əlavə bir nöqtə gətirək Sami. Son nöqtədə gördüyüm ondan ibarətdir ki, eləmək istədiyimiz işi bir çox hallarda pul üçün görürük. Bir dənə ən böyük problem məncə ondan ibarətdir ki, mən pul qazanım deyə eləmək istəyirik bir çox şeyi. Çox ümid edirəm ki, bu pul xatirinə deyil də özünüzün ən böyük baş ağrısı olan nəyisə probleminizi həll edəcəksiniz. Və bunun da nəticəsində nə bilim, biz poliqraf olsun, əvvəl-axır satılacaq ya IPO olacaq. Şirkətlər gəlir gedir və özümüzdən sonraki bandalar qurmalıyıq ki, poliqraf bandası. Bunlar özlərindən sonra 50-30 dənə başqa şirkət qurmalıdırlar. IOMET deyirsiniz, IOMET bandası olsun. Mən onlara banda deyirəm, məni ən çox həyatda sevindirən, həvəsə gətirən PayPal mafya deyilən bir şey var. Düzü bu, çox adam bunun həqiqi olduğuna inanmır, amma həqiqətdir. Əgər yaxşı işlər sizə nəticəsini alacaqsınız. Gəlin bunu deyək, bundan da yekunlaşdıraq. Siz özünüzə inanın, amma yaxşı problemlərində həllini tapın bir yerdə. Çox sağ ol.